Söz dünyasının tanrısı hesab olunan Nizami irsinin öyrənilməsi və tədqiqi heç vaxt öz aktuallığını itirmir. Bugün dahi sənətkarın əsərlərinə həsr olunmuş Xəmsə bulağının yenidən inşası bunu bir daha təsdiqləyir. Nəzərinizə çatdıraq ki, 1979-cu ildə Nizami irsinin öyrənilməsi və yayılması haqqında fərman imzalandı və 1981-ci ildə kompleksin tikilişinin təcili icrası üçün qərar verildi. Biz bunu o vaxt UNESCO proqramına düşdüyünə görə tez tələsik, tez tələsik müvəqqəti materiallarla biz bunu qurduq. Sonra belə nəzərdə tutuldu ki, bu təqribən böyük ansambl olduğuna görə tədricən böyük həmişəlik materiallara köçürülməlidir. Ərazinin qanunsuz alver mərkəzinə çevrilməsi kompleksi bərbad bir hala saldı və bu kompleksin yenidən inşasına bugün ciddi ehtiyac duyulurdu. Biz artıq bunun üçünün demək tam həllini eləmişik. Bu Sirlər Xəzinəsidir, 7 gözəldir və Leyli Məcnun əsəridir. Xosrov və Şirin, bir də İskəndərnamə əsərləri hələ qalıbdır. Xəmsə bulağının ətrafında salınan park buranın əsl istirahət güşəsinə çevriləcəyini göstərir. Kompleksin açılış mərasimindən sonra şəhər əhalisi parka dəvət olundu. Xalidə Babayeva, Milyunis Seyidzadə, Xəbər Plus.